Bugün 29 yanvar tarixində Aşbada növbəti görüşlərimizi keçirdik və mən məxsusi olaraq İnsan Hüquqları Komitəsində keçirdiyim bir konkret müzakirəyə toxunmaq istəyərdim. Mövzumuz 18 dekabr tarixində Avropa Parlamentinin qətnaməsinin mərkəzində yer alan Azərbaycanda akademik azadlıqlar idi. Çox təəssüf ki, Azərbaycanda siyasətçilər, jurnalistlər, ziyalılar, yazıçılar, onlardan başqa həmçinin elm insanları, alimlər də, doktorlar, doçentlər, professorlar da şərhlənərək həbs olunur və Azərbaycanın təcrübəsində biz artıq Quba Dibadoğlu kimi dünya şöhrətli professorun, Fazil Qasımovun həbsini görmüşük və bu yaxınlarda və məxsusilə Avropa Parlamentinin həmin qətnaməsində yer almış Bəhruz Səmədov və İqbal Əbilovun şərhlənərək həbs olunmasını müzakirə etdik. Əlbəttə, hər bir insan istəyər ki, elm azad olsun, çünki elm azad olmalıdır. Çox təəssüf ki, heydərizm Azərbaycanda nəinki insanları, hətta elmi də həbs eləyir. Apardığımız müzakirələr zamanı onlar bildirdilər ki, həmin deputatlar, Avropalı deputatlar ki, məxsusi olaraq Bəhruz Səmədov və İqbal Əbilovun akademik azadlıqlara görə onların azadlığı üçün bir kampaniya başladıqlarını və bu işi də davam etdirəcəklərini bildirdilər. Mən Azərbaycan Xalq Parlamentinin nümayəndəsi olaraq Bəhruz Səmədov və İqbal Əbilovun və xüsusilə də Azərbaycanda akademik azadlıq mövzusunda bu görüşü Xalq Parlamentinin millət vəkillərinin tələbi ilə həyata keçirdim. Bizi izləməyə davam edin. Təşəkkür edirəm və dəstəyinizə görə çox sağ olun.